Mən Zəngilan rayonundan gəlmişəm. Hacıyeva İpək Bəhlul qızı 28-ci ildənə. 56 il pedaqoji stajım mən. 97 yaşım var. Buranı mən çox yaxşı gördüm, çox ləzzətli gördüm, çox razı qaldım. Buranın işçilərindən, halal olsun müdiriyyətindən. Qabaq da gəlmişdim, qabaqki vəziyyətdən, indiki vəziyyətin böyük fərqi var. Çox xoşuma gəldi. Qabaq gördüyüm hara, indi gördüyüm hara. Halal olsun, təzə müdiriyyətə, təzə quruluşa Allah başa cəmləsin, mən çox razı qaldım. Mən yaşlı adamam, hər şeyi seçənəm. Pisi yaxşıdan bilənəm ayrı. Ayırmağı bacarıram, hələ ki ağlım biraz başımda var. Çox razı qaldım. Allah razı olsun, belə adamları min yaşasın.